de kırmızı sapan, kırmızıdan sonra sığ geldiğine göre kırmızı gül arasına ara verilmeli ve sığya getir. Aha, doğru. Burada fındık ləfəsi, güldən sonra vur gəldiğine göre fındık hı kimi tələffüz olunur. Aha. Burada kulak üstü, güldən sonra ü sait gəldiğine göre kulak hı kimi olur. Aha. Devam edelim. Diyalog kuran, diyalog, monolog belə sözlər tələffüz zamanı dəyişmir. Çünki bunlar alınma sözlərdir. Hı kimi tələffüz olunur. Kimi, hı kimi. Peki, şekeri biz dedik gözden sonra sabit geldi. Değil mi? Deməli, özünün sonra sabit gəldiyi üçün alma sözlər kırışdır. İgid oğlan. Burada bir gecə qaydası sahip gəlir, ona görə d olduğu kimi tələffüz olunur. Aha. Burada fısıq əzməsi, yenə də burada d özündən sonra sahip gəldiyi üçün d-lıya getir. Aferin. Saç sağlayırıq, başqa yoldaşımız yazsın. Üzrü tamamıyla aferin sənə. Bəli. Növbəti dəfə yoldaşlar, hamısı dəftərlə yoxlayacaq. Çünki dəftərdə qeyd edirsiniz. Bəli. Bu nədir? Bir daha baxa. Səhv yazmışlar. Evet, yaxşı. Növbəti dəfə hamısı dəftərlə baxacaq. İndi lövhəyə uyğun dəftərdəkiləri düzəldirsiniz yoldaşlar. Deməli, qulaq Seyvanın, çünki sən özünə sonra sabit gəlib, qulaq qafiyəsində sabit gəlir x kimi, bayram sevgisi sabit gəlir x kimi, güclük alanda işığı niyə yer kimi tələffüz eləmişsən? Özündən sonrası. Ay sağ ol. Güclük sağanda işığı niyə x kimi tələffüz? Özündən sonrası. Aferin sənə. Doğru, tamam elə. Əyləşə bilərsiniz.